Salam. Mənim adım Nailədir. 22 yaşım var. İkinci kitabımı birlikdə yazdırıq. Bölüm 4. Bugün nə? 4 sual deyəcəm. 40 sual 4 qadını yazmağa davam edirik. Dayanmadan tam qaz. Enerji kəm. Yaza biləcəyimi düşünürəm. Dünənlərə 6-cı bölümə qədər yazmışdıq. Yəni 6-cı suala qədər yazmışdıq və geriyə 34 dənə sual qalır. 34 sualı da indi bugün davam edəcəyik. Animasyona baxırdım, mən sonunda qalmış. Yoxaya qoymuşam, buradan çıxıram. Timeri, yəni kronometrəni yenə başladıram. Görə bugün neçə saat işləyəcəyik. Saat 3'dür bu arada. Bugün gec başladım. Yazar. Bizdə hər şey çıxır. Bugün kitab da oxumaq istəyirdim. İndi görə buna neçə saat eləyəcək. Kitab oxuya biləcəm mi yoxsa? Nəysə. Kronometrə başladı. Artıq kronometrəni başlatdım. Keçirəm yazmağa. Ne olur mənə yapar, mənə də alın. Deməli artıq 1 saatda yazıram. 400 söz yazmışam. Neçənci sualdayım onu da baxım. Artıq 15-ci suala keçid eləmişəm. Yaxşı irəliyəm. 9 sual yazdım. Dünənkindən çox tez yazdım. Yəni dünən 400 sualı 3 saat yarıma yazanda bu günləri 1 saatda bu qədər söz yazdığıma inana bilmirəm. Dünən məncə bəzi suallar vardı ki, o sualların altında əzilirdim. Cavabları mövzusunda da. Bu gün o suallar yoxdur. Yəni xoşbəxt hissələrdir deyə məncə daha yaxşı tez-tez yaza bilirəm və biraz da əlim tezləşdi də. Yəni dünən çoxdan da yazmırdım deyə elə olmuş ola bilər. İndi 15-ci sualdayım. Harısı 9 sual yazmışıq. Yəni davam edirəm. Bizi qabaqda nələr gözləyir heç bir fikrim yoxdur. Var bu gizli bir şey deyil. Əslində bütün hər şey buradadır. Yəni bütün hər şey buradadır. Özümə qəşəng şərait qoymuşam. Onu qoymuşam belə üstündə. Burada da yazıram. Bugün nə qədərini yazacağım bilmirəm. Yenə fikirləşə bilmirəm. Belə qaza gəlirəm, deyirəm bu günə bütün hamısını köçürüb bilərəm. Yəni bir 10 saat işləsəm köçürüb qutararam. Sonra deyirəm yox Nailə, özü yormanın mənası yoxdur. Hara qədər yaxşı işlədin, oraya qədər. Yalandan gəldi getdi yazmaq istəmirəm də. Nəysə mən davam edeyim. 1 saat daha keçdi. Artıq 2-ci saatdayım. Nəsə yoruldum elə. Bayaq danışırdım yaxşı. İndi nəsə belə yoruldum. Yarımçıq saxlamışam. 17-ci sualdan və 17-ci sual o qədər çoxdur ki, yəni uzundur. Sizə mən onu necə göstərim belə ki. Yəni bayaq 400 söz idi toplam. Artıq 852 sözdəyik. Hardasa bunun 50 sözü 16-cı sualın cavabı olsa, 17-ci sual 400 sözdən ibarətdir və hələ də davam edir. Yazmamışam hələ. Onsuz da asan deyil bir həyatı sadəcə 1-2 sözlə ifadə etmə. Amma ki, əllərim ağrıdı, yoruldum. Və burada duygusal şeylər çoxdur deyə məni biraz yorur. Və xoşum gələn şey nədir yazmaqda? Yəni yazmağı niyə sevirəm? Çünki o şeyi yazdığımda o şeyi yaşayıram. Eni ilə burada da yazdıqca o şeyi yaşadığım üçün duygusal mənada yoruluram. Əlim yorulmaz. Saatlarla yazarım, onu bilirsiniz. Rekordumuz 13 saatdir. 13'dən daha çox yaza bildiyim gün olsa şaka girəcəm. 13 saatdan.
Amma ki duyğusallığa gələndə mən yoruluram. Bu zehin yorulur. Orada təsəvvürünə gətirməkdən yorulduğu üçün də qaçacaq bir yer axtarır. Nəysə, biraz da aclıq hiss elədim. Yəqin bir şeylər tapıb yerim indi. Burada bir dənə cümlə vardı, onu oxumaq istəyirəm. Deməli, bilsən nə deyir? Anasına deyir bu sözü. Ana, başımı vurduğuma görə daş olsun, ağzımı vurduğuma görə aş olsun. Gözəl olmaya gedən deyiləm. Mən gözəl axtarırdım. Deyirdim, mən gedib o əziyyəti çəkəcəm. Hazır bari gözəl olsun. Çirkini neynirəm? Mən indi də gözəli sevirəm. Biraz böyle şehir tonlamasına girmiş olabilir ama çok hoşum geldi. Bilirsiniz niye? Çünkü ben de güzel seviyorum ona göre. Cümle o, yani kadın hayatı boyu güzel. Güzel dediği de yani o vakti kişiye yaraşık demirdiler. Güzel değildiler diye. O da deyir gözəl də gözəl, çirkini istəməm. Ama bu cümle çok hoşuma geldi. Deyirdi, mən gedib o əziyyəti onsuz da çəkəcəm. Hazır bari gözəl olsun. Çirkini neynirəm? Əslində şeir olarmış ha. Biraz üstündə işləsəm şeir çıxardı. Neyse, ama ki çox şeydir də, yəni xoşuma gəldi. Hansı dövrdə olursan ol, oğlanın gözəlini axtarırsan, çirkindən qat. Ayda. Ya belə güldüyümə baxma, bu hissələrdə çox pis şeylər olubdu. Baş qəhrəmanımız artıq 3 dəfə nişan qaytarıb, daha doğrusu 2 dəfə nişan qaytarıb, 3-cüdə artıq evlənibdi. Bunlar deyə bilirəm, çünki bunlar şey deyildi, yəni əslində şoka girləsi bir şeylərdir. Mən bunu niyə dedim bilmirəm. 2 dəfə nişan qaytarıb, 3-cüdə artıq şeydə evlənmə məcburiyyətində qalıb. Çünki yəni o dövrdə vəbşi mən nişan qaytarılma olduğunu belə bilmirdim. Xəbərsiz nişanlanma olduğunu bilirik. Yəni o vaxt çox vardı. Elçi sulu gəlirdilər, verdim qızı getdi. Burada da eyni ilə atası qızından xəbərsiz qızını 3 dəfə verib. 3-cüdə artıq ata bunu öldürəcəkmiş, məcbur qəbul edib. Mən desən hekayəni getdikcə danışacağım. Yox. Bu mini bir spoiler idi. Bu mini bir spoiler idi. Yəni hekayədən özüm çox danışmıram. Daha çox yazma şəklini göstərirəm. Həm spoiler olmasın, həm kimlərsə fikirlərimizi oxurlamasın. İstəyirəm ki, sizə də motivasiya olsun, özümə də motivasiya olsun və mən video çəkəndə daha çox enerjik və daha çox yaza bilirəm. Ona görə çox sevirəm. Nice. Yazarkən video çəkmək güzel bir şey. Toplamda 852 söz oldu 2 saatda. Hələ sualların şeyini saymıram. Suallar onsuz da o dəfə yazanda 442 sözdülər. Elə bir çox sualları götürüb elə qoyuram, arxasıca bu cavabları yazıram da onsuz da. Hələ bu cavablar deyilən sözlərdir. Yəni məsələn mənəm demişəm və bu sözləri yazmışam, deyilən sözləri yazmışam. Mən bunun içinə əlavələrimi edəcəm. Hazırda neçənci səhifədəyəm? Səhifə olaraq 13-cü səhifə göstərir, amma 17-ci sualın şeyini yükləməmişəm. 17-cini yükləmədən 16 suala 13 səhifə göstərir. Mən biraz puntoları biraz az götürürəm, bilməm, sonra baxacağım. Onları axırda baxacağım şeylərdir, çox da şey eləmirəm, vecimə deyil. Əsas odur belə gözümdə görsənsin ki, vərəqləyəndə belə görsənəcək, elə belə görmək üçün, həm də həvəs olsun deyə xoşuma gəlir. Keçən ancaq Wattpad də yazırdım, bu dəfə amma Wattpaddə ancaq yazmıram. Wattpaddə yazıb bura yükləyirəm və burada axırda belə düzənləyəndə mənə rahat olsun deyə edirəm. Wattpaddə sırf neçə dənə sözlü ona görmək üçün. O biri kitabda ən böyük səhvim bilirsiniz nə idi? Wattpad yazmaq üçün çox gözəldir, amma abzaslar buraxır və mən o abzasları silincə, yəni 65.000 söz idi də mən bilən. 65.000 sözlü abzasları sil, düzəld. Yəni aralıq buraxılırdı da bu qədər. Onları sil, düzəld, götür təzədən yapışdır. Elə çox əziyyət çəkmişdim. Bunda o eyni səhvləri eləməyəcəm. Nəysə, çox danışdım deyəsən. Dedim davam edim. Deməli, mən gəldim.
Artıq 3 saatimiz olur. Bu nədir? Artıq 3 saat tamamdır. Bəli, tamam oldu. İndi sizə qısaca göstərəm nə etdiklərimi. Bugün 1200-ə yaxın söz yazmışam. Burada görsənir. Taslaqdır bura. Sadəcə sualların cavablarını yazıram belənçinə. 1200-dən söz yazmışıq. Sonra burada sualların özləri var. Bu da toplam 442-dəndir. Bunu çoxdan yazmışdıq. Sonuncu qaldım sənin evində qadının sözü, qərarı nə dərəcədə keçərli olub. Bu sualda qalmışam. 19-a qədər yazdım. Belə deyəm. Burada da belə vərəqlərlə görsənir. Burada ümumi şəkildə elədiyimdir. Yəni burada da səhifələrlə görsənir. Səhifələrlə görsəndə artıq 19-cu sual 17-ci səhifədədir. Demələr yarılamışam. Bundan sonrakılarda elə bil evliliyə həyatı, sonra miras, sonra elə sonlanır. Burada da belə özümə şərait qurmuşam. Vərəqi burada vərəqləyib yazıram. Suyum var yanımda. Tam mənə olan şərait, yəni burada qurulub da. Bugün yerimdən heç tərpənmədən yazdım. Saat artıq 8-in yarısıdır. Şeytanım ayrıntıda gizli. Bugün yerimdən heç tərpənmədən yazmışam. Saat 8-in yarısıdır artıq. Bir arada bir fasilə vermişdim bu 3 saat içində. Yine 3 saata yazdım. Burada yazdım da, yəni başqa yerə gedib orada yazmadım. Ancaq yerimdə yazdım. Gələn dəfədən bir başqa yerə sınayacağım. Çox istəyirəm gedim hansı kafedə oturum sakit, səssiz şəkildə yazım. Amma yaza bilmirəm orada. Niyəsə alınmır ya. Özümü çox öyrəşdirmişəm. Nəysə, bu bölümümüzdə belə sonlandı. 3 saata 1200 söz yazdıq hardasa. Qəşə işlədik. Pis işləmədik. Çox bəyəndim. Dünən 400 yazdırdıq. Bugün 1200 söz yazdıq. Elə belə deyil. 17-ci səhifədə artıq növbəti gün görək nə qədər yazacağıq. Nə qədər yaza biləcəyik. Naməlum, bilinmir. Nəysə, belə. Növbəti bölümlərdə görüşmək üzrə. Hələlik.